Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. İmişli rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Salih Səmədovun 3 oğlunun vəzifədən azad olunmasının ardınca bu ailəyə aid daha bir xəbər yayılıb. Manset Az-Oxu 24.com-la istinadən xəbər verir ki, Salih Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub. Müğənni Aysun İsmailovanın səhnə rəqsi müzakirələrə səbəb olub. Yenilik Az xəbər verir ki, onun səhnə performansı sosial şəbəkədə gündəm olub. Məlumata görə sənətçi paytaxtdakı məkanlardan birində səhnə alıb. Onun ifası zamanı etdiyi rəqs hərəkətləri tamaşaçılar tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Görüntülər sosial mediada yayıldıqdan sonra izləyicilər arasında mübahisələr yaranıb. Bəziləri Aysunun çıxışını bəyənsə də, digərləri ifasını omba rəqsinə görə tənqid ediblər.